Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebine Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Esselamu aleykum ve rahmetullahi ve berekatuh. İnşallah silsilə dərslərimiz qaldığı yerdən davam edir və Allahın izni ilə bu dərsdə əməlin imandan olması əslində nə mənaya gəlir, onu izah etməyə çalışacağım. Və əsas mövzumuz namazı tərk edənin hökmü barəsində olacaq. Keçən dərsimizdə söz verdiyimiz kimi. Çünki bu dərslərin hədəflərindən biri də insanları aldadan murciə dəvətçilərinin yalanlarının ifşasıdır. Uzun illərdir ki, belə aldatmaca dildən dilə dolaşır. Əhl-i sünnətə görə namazın tənbəllikdən və yaxud da səhlənkarlıqdan tərk edilməsi küfür deyil. Və ya deyirlər ki, fərzliyini inkar etməyən kəs namaz qılmasa da müsəlmandır. Və yaxud da deyirlər ki, İmam Əhməddən başqa digər alimlərə görə namazın tənbəllik və səhlənkarlıq səbəbi ilə tərki küfür deyil. Bu dərsdə də Allahın yardımı sayəsində namazın tərki məsələsində həqiqətin nə olduğunu, Əhl-i sünnətin böyüklərinin bu məsələdə etiqadının nə olduğunu səhih mənbələrdən sizlərə çatdıracağıq inşallah. İman mövzusunu zikr edərkən dedik ki, müsəlmanların icmasına görə iman qəlblə etiqad etmək, dillə iqrar etmək və əməllərlə təsdiq etməkdir. Onlara müxalif olan dəlalət əhlinə görə isə iman kimisinə görə sadəcə dillə deməkdir, kimisinə görə isə qəlbin təsdiqi iman etmək üçün kifayət edir. İnsanların əhl-i sünnət alimi zənn etdikləri bəzi kimsələr isə sözdə sələfin sözünü söyləyərək avamı necə aldatdıqlarını zikr etdik. Bəziləri deyir ki, bu sözlər bir-birinə müxalif deyil. İxtilaf sadəcə ləfsi ixtilafdır və bunu böyütməyə ehtiyac yoxdur. Lakin məsələnin həqiqətinə nəzər salsanız, bu sözlərin bir-birinə nə dərəcədə zidd sözlər olduğunu anlayacaqsınız. Qəlbin etiqadı ilə yanaşı iman, söz və əməldir. Və bu söz, qulun onun mənasını bilərək söyləməsi ilə İslam'a girdiyi xüsusi bir sözdür. Və bu söz dəyərli müsəlmanlar, şəhadət kəlməsidir. Allahın birliyinə, Allah Azə və Cəllənin heç bir şərikinin olmamasına, Muhammed sallallahu aleyhi və səlləmin onun Rasulu olduğuna şahidlik etdiyini dilə gətirməkdir. Qulun dininin onu etməsi ilə səhih olacağı əməl də, eyni ilə sözdə olduğu kimi, əməl də xüsusi bir əməldir ki, və bu əməl də namazdır. İbn-i Battah rahiməhullah Əl-İbanətil Kubrada deyir ki, namaz qılmaq əməlin məhz özüdür və o rasulların özü ilə göndərildikləri möminlərə əmr edilmiş dindir. Allah Azə və Cəllə ona yönələn kəslər olaraq üzünüzü dinə çevirin, ondan qorxun, namaz qılın, müşriklərdən olmayın deyə buyurmuşdur. Burada İbn Battah Rum surəsinin 31-ci ayətini zikr edir. Və davam edərək deyir ki, görüldüyü kimi Allah Azə və Cəllə namazı tərk edən kimsəni imanın xaricinə çıxmış olan müşrikin yerinə yerləşdirmişdir. Çünki möminlərə yönələn bu xitab onları namazı tərk edərək imandan çıxıb müşrik olmamaları üçün bir xəbərdarlıqdır. İbn Battah burada Quran ayətini dəlil gətirərək namazın tərkinin dindən çıxma səbəbi olduğunu bəyan etmişdir. Namaz məsələsində yazılan məşhur kitablardan birinin müəllifi, Hicri 294-cü ildə vəfat etmiş Muhammed bin Nasr Əl-Mərvəzi Rahiməhullah Təzim-i Qadr-i Salət kitabında Rasulullah sallallahu aleyhi və səlləmdən hədislərlə namazın tərkinin küfr olduğunu qeyd etmişdir. Deyir ki, İmam Mərvəzi, Allah Teala namazı tərk edən kimsəyə ağır təhdidlər yönətmiş və bu təhdidləri nəbisinin dili ilə təkid etmişdir. Nəbi sallallahu aleyhi və səlləm namazı tərk edən kəsin namazı tərk etməsi səbəbi ilə iman dairəsinin xaricinə çıxacağını söyləmişdir. Namaz xaricində qulların əda etdiyi heç bir fərzi küfr ilə iman arasında əlamət saymamışdır. O, yəni sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Küfr ilə iman arasında ancaq namazın tərki vardır. İmam Mərvəzi rahimehullah davam edərək deyir ki, görüldüyü kimi o namazın tövhidin dirəyi olduğunu bildirmiş, tövhidi tərk edəni təkfir etdiyi kimi namazı tərk edəni də təkfir etmişdir. Yenə o,
özünə iman üzərə söz verən kəslərdən namazı tərk edənləri iman dairəsinin xaricinə çıxartmışdır. O belə buyurmuşdur: onlarla bizim aramızda əhd namazdır, onu tərk edən kafir olar. Rasulullah sallallahu aleyhi və səlləmin sözü bu məsələdə çox açıqdır. Lakin üç xeyirli nəsildən sonra gələn ircə bəlasına düşər olan elm adamları namazın tərki ilə bağlı sələfə müxalif olan görüşlər irəli sürərək tənbəllikdən dolayı namazı tərk edənin kafir olmayacağını insanlar arasında yaydılar. Bu da səbəbsiz deyil. Çünki bilirlər ki, əgər namazı tərk edən təkfir edilmirsə, digər əməlləri tərk edənlər heç təkfir edilməz. Çünki tövhiddən sonra bu dinin dirəyi olan ibadət namazdır. Əgər namazın tərki küfr olmayacaqsa, digər ibadətlərinki də küfr olmayacaq. Beləliklə, əməllər imandandır sözünün batil olduğu, Cəhmiyə və Murciənin əməlsiz iman görüşü isbat edilmiş olacaq. Bu səbəblədir ki, Əhl-i Sünnətin böyük alimləri namazın tərki məsələsini namazla əlaqəli fiqh bölümlərində deyil, etiqad kitablarında və əqidə ilə əlaqəli bablarda zikr etmişlər. Keçmiş dönəm sələf alimlərinin bir çoxunun kitablarına baxdığınız zaman namazın tərki məsələsini sünnət və etiqad ilə əlaqəli bablarda görəcəksiniz. Məşhur hədis alimlərindən Hicri 275-ci ildə vəfat etmiş Əbu Davud rahiməhullah Əs-Sünnə kitabında ircanın rəddi xüsusunda bir bab deyərək başlıq açmış və orada Cabir radiyallahu anhunun Rasulullah sallallahu aleyhi və səlləmdən rəvayət etdiyi qul ilə küfr arasında namazın tərki vardır hədisini zikr etmişdir. Bir məsələyə də toxunmaqda fayda var. Günümüzdə özlərinə murciyə deyildiyi zaman bunu qəbul etmək istəməyən və özlərini sələfi adlandıran murciyələr deyirlər ki, əgər fərzliyini inkar etmirsə, namazı tərk edən kəs təkfir edilməz. Sizin murciyə sələfiniz də bunu deyir. Onlara görə iman sözdür. Yəni nədir? Dinə girmək yalnızca sözlə olur. Söz kifayət edir ki, bir insan mən Allaha iman etdim deməklə və yaxud da şəhadət kəlməsini gətirməklə kifayətdir ki, o insan dinə girsin. Mənasını bilməsə də, əməllər etməsə də. Dindən çıxmaq da eyni ilə murciyalara görə yalnızca sözlə olur. Yəni, sözlə əgər inkar eləyərsə, o zaman dindən çıxmış olar. Yəni, ancaq dili ilə inkar etdiyini deməsi ilə olur. Baxın, sizi murciya adlandırmağımızın səbəbi də budur. Çünki sizlər də dindən çıxmanı yalnızca inkar etməklə, yəni dili ilə insanın iqrar etməsi ilə ki, mən bunu halal görürəm və yaxud da mən Allahın dinini inkar edirəm deməsi ilə ancaq insanın küfrünə hökm verirsiniz. Biraz bu barədə düşünün və həqiqətə qulaqlarınızı tıxamayın. Davam edirik. Bir digər məşhur hədis alimi Hicri 279-cu ildə vəfat edən İmam Tirmizi rahiməhullah Əs-Sünəndə iman ilə əlaqəli bablar arasında namazın tərki haqqında gələnlər babı deyə bir bab açmış və namazı tərk edənin təkfiri xüsusundakı bəzi hədisləri rəvayət etmişdir. Sonra demişdir ki, Əbu Mus'ab Əl-Mədəni belə deyərkən eşitdim. Kim iman sözdür deyərsə, tövbəyə dəvət edilər, tövbə edərsə nə əla, əks halda boynu vurular. Və Hicri 360-cı ildə vəfat edən İmam Acuri rahiməhullah Əş-Şəriyədə İman və Murciyə Rəddiyə kitabında namazı tərk edənin küfrünün zikri adlı bir bab açmışdır. Bir digər alim Hicri 378-ci ildə vəfat edən İbn Battah rahiməhullah İman və Murciyə Rəddiyə kitabında belə deyir. Namazı tərk edənin, zəkatı verməyənin küfrü. Bunu etdikləri zaman özləri ilə savaşmağın və onları öldürməyin icazəli oluşu. Həmçinin Hicri 418-ci ildə vəfat edən İmam Lələkay rahiməhullah İtiqadu Əhl-i Sünnə kitabında belə deyir. Nəbi sallallahu aleyhi və səlləmdən namazın imandan olduğu xüsusunda rəvayət edilənlərin siyaqı. Bu həmçinin səhabədən Ömər, Əli, Abdullah ibn Məsud, Abdullah ibn Abbas, Əbu Dərda, Əl-Bəra və Cabir bin Abdullahdan da rəvayət edilmişdir. İmam Lələkay namazın tərki ilə əlaqəli iki hədis zikr etdikdən sonra deyir ki, tabiindən Mücahid, Said bin Cübeyr, Cabir bin Zeyd, Amr bin Dinar, İbrahim Ən-Nəxai və Əl-Qasim bin Muhaymira
Fəqihlərdən də İmam Malik, Əl-Əvzai, Əş-Şafi, Şərik bin Abdullah, Ən-Nəxai, İmam Əhməd, İsaq, Əbu Səvr, Əbu Beyd bin Qasım bin Sallam da belə demişdir. Baxmayaraq ki, irəlidə 4 məzhəbin görüşünü zikr edəcəm, lakin burada İmam Ləlakainin zikr etdiyi üzərə İmam Malik, İmam Şafi və İmam Əhməd namazı tərk edəni təkfir etmişdir və İmam Ləlakay onların adların namazın tərkini küfr görən alimlərin sırasına zikr etmişdir. Sonra müəllif bu babdakı isnadları və rəvayətləri sıralamışdır. Beləliklə, sünnət və əsər əhlinin müxtəsər əqidələrinə baxan kəs, onların əqidələrində namazı tərk edənin kafir olduğunu açıqca ifadə etdiklərini görər. Hamısı namazın tərki xüsusunda eyni sözü söyləyiblər. Hamısının etiqadı İmam Buxarinin müəllimi olan Quteybə bin Saidin rahiməhullah sözlərindəki kimidir. Hicri 240-cı ildə vəfat edən Quteybə rahiməhullah deyir ki, böyük günahlar işləmiş olsa da, heç kəsi günahı səbəbi ilə təkfir etmərik. Və davam edir, deyir, namazın tərki müstəsna. Səhabədən sözləri zikr etdik. Tabiindən də həmçinin namazın tərki xüsusunda Rasulullah sallallahu aleyhi və səlləmə və səhabəyə necə tabi olduqlarını gördünüz. Bütün ümmət arasında adları məşhur olan digər sələf alimlərinin bu məsələdəki görüşünü də sizlərə çatdırdım. Adlarını zikr etdiyim səhabələrin və zikr etmədiyimiz digərlərinin, yəni bir çox kitablarda cəm etdiyimiz zaman 30-a yaxın səhabənin adı var ki, onların hər birisi də namazı tərk edənin təkfiri xüsusunda söz söyləyiblər. Həmçinin tabinlərin və ətba tabinlərin sözlərini daha təfsilatlı şəkildə oxumaq istəyən İmam Mərvəzinin Tə'zim-u Qadri Salət kitabına və yaxud da dərs müddətincə adlarını zikr etdiyim kitablara baxa bilərlər. Vaxt baxımından mən ümumi olaraq qısaca zikr etməyə çalışıram və təfsilatlı oxumaq istəyənlər deyilən mənbələrə müraciət edə bilərlər. Bu dərslərin formatı əsasən bildiyiniz kimi şübhələrin izaləsidir. Əgər namazın fəziləti barədə dərs hazırlayacaq olsaydım, namazın dinin dirəyi oluşundan, şirkdən tövbə etməyin şərtlərindən birinin namaz qılmaq olmasından, tövhiddən sonra ibadətlərin başında namazın gəlməsindən uzun-uzun danışmaq istəyərdim. Çünki namaz müsəlmanların qiyamət günü ilk hesaba çəkiləcəkləri əməldir. Çünki namaz bu ümmətin qiyamət günü tanınacağı əlamətidir. Şəfaət ediləcək olanlar da bildiyiniz kimi səcdə yerlərindən tanınacaqlar. Bu da yalnız namaz qılanlara xas olan bir şeydir. Səhih mənbələrdən Ömər ibn Xattab, Əli ibn Əbu Talib, İbn Məsud, Cabir bin Abdullah, Huzeyfə bin Yəmən, Əbu Dərda, İbn Abbas, Abdullah ibn Amr da daxil olmaqla Allah hər birisindən razı olsun, bir çox səhabədən namaz qılmayanın kafir olduğu açıq şəkildə zikr edilmişdir. Bu səhabələrin sözlərinə müxalif olan tək bir səhabə sözü də yoxdur. Əli bin Əbu Talibin tələbəsi olan, tabiinin böyüklərindən olan Həsən Əl-Bəsri rahiməhullah deyir ki, mənə çatdığına görə Muhammed sallallahu aleyhi və səlləmin əshabı belə deyirmiş. Qul ilə şirk qoşub küfrə girməsi arasında namazı üzr olmadan tərk etmək vardır. Sahabədən Abdullah ibn Abbasın tələbəsi, tabiinin alimlərindən olan Mücahid bin Cəbr rahiməhullah, Cabir bin Abdullah radiyallahu anhudan belə rəvayət edir. Deyir, ondan soruşdum ki, Rasulullah sallallahu aleyhi və səlləmin vaxtında sizə görə küfr və imanı hansı əməl bir-birindən ayırırdı? Cavab olaraq namaz dedi. Və yenə tabiinlərdən olan Hicri 131-ci ildə vəfat etmiş Əyyub Əs-Səhtiyani rahiməhullah deyir ki, namazın tərki haqqında ixtilaf edilməyəcək bir küfürdür. Nə deyir? Deyir ki, namazın tərki haqqında ixtilaf edilməyəcək bir küfürdür. Hicri 238-ci ildə vəfat edən İsaq bin Rahuya rahiməhullah namazı tərk edənin kafir olduğunu zikr etmiş və bunun Rasulullah sallallahu aleyhi və səlləmdən günümüzə qədər gəlib keçən elm adamlarının görüşü olduğunu bildirmişdir. Və həmçinin bunu alimlərin icması olduğunu bəyan etmişdir. İllərdir başımıza hara çevirsək, namazın tərki məsələsi ixtilaflıdır sözünü eşidirik.
elm əhli olaraq bilinən insanlar bunu insanlara gecə-gündüz təlqin edirlər. Amma araşdırdığım zaman gördüm ki, səhabə bu məsələdə eyni bir görüş üzərindədir. İxtilaf etməyiblər. Sonra ehtiyac olmasa da səhabəni ən yaxşı tanıyanlar tabiinlərdir deyə tabiinlərə yönəldik. Sizin də şahidi olduğunuz üzərə tabiin də bu məsələdə səhabənin görüşü üzərində görüş birliyindədirlər. Usul qayda bilən hər bir müsəlman bilir ki, bir məsələdə səhabə görüş birliyi içərisindədirsə, digər bütün insanlar onlara müxalif görüş üzərində birləşsələr belə, onların icmasının heç bir əhəmiyyəti olmaz. O ki qaldı, etibar edilən elm adamlarından onlara müxalifət edən heç kəsi görmədik. Son olaraq da 4 məzhəb alimləri namazı tənbəllikdən və səhlənkarlıqdan tərkini küfür görməyiblər. Sadəcə İmam Əhməd küfür görmüşdür iddialarına açıqlama verəcəm inşallah. Müasirlərin çoxu namazı tənbəlliyindən və səhlənkarlığından tərk edənin kafir olmayacağı görüşünü elm əhlinin cumhurunun görüşü olduğunu iddia etmişdir. Cumhur dedikdə qəsd etdikləri Əbu Hanifə, İmam Malik, İmam Şafi və bir rəvayətə görə də İmam Əhməddir. Bəs həqiqətən belə bir görüş onlardan sabit olubmu? Bu alimlər həqiqətən sahabənin sözlərinə müxalifət ediblərmi? Bu sualların cavabına inşallah birlikdə nəzər salaq. Etiqad etdiyim görüşü müdafiə edərkən digər tələbələrin etdiyi kimi ədalət çərçivəsindən çıxmayacağam. Sadəcə öz görüşümü bəyan edib, digər görüşləri gizləməyəcəm. Doğrudur, müəyyən alimlər arasında səhlənkarlıqdan və tənbəllikdən dolayı namazı zayi edənin təkfir edilməməsi barədə görüşü müdafiə edən alimlər var. Lakin YouTube'dan, Google'dan deyil, kitablardan həmin alimlərdən araşdırsanız, görəcəksiniz ki, burada söhbət namazın tamamilə tərk edilməsindən və yaxud da uzun müddətli namaz qılmamaqdan deyil, gün ərzində olan müəyyən namazların vaxtı çıxana qədər tərk edilməsindən gedir. Yəni, alimlərin buradakı ixtilafı tamamilə namaz qılmamaqdan, mən namazın fərzliyini qəbul edirəm, amma namaz qılmıram deyən kəsin halından getmir. Əksinə, məsələn, zöhr namazını vaxtı çıxana qədər, asrın vaxtı girənə qədər gecikdirən və yaxud da məğribi işanın vaxtı girənə qədər gecikdirən tənbəlliyindən və səhlənkarlığından dolayı bu kimi hallarda alimlərin ixtilafı baş verib ki, bəzilərinə görə bir namazı belə üzürsüz tərk eləyəni təkfir edirlər. Bəziləri isə deyir ki, belə halda o insan döyülür, həbs edilir, tövbəyə çağırılır, lakin təkfir edilmir gün ərzində olan müəyyən namazlarda. Və bu alimlərin də heç birisi bir-birinin təkfir etməyiblər. Sadəcə onların adlarını zikr eləyərək, onların arasında olan ixtilafı və münazaraları zikr eləyərək dərsin vaxtını uzatmaq istəmirəm. İstəyənlər dediyim kimi internetdən yox, sələfin kitablarından, alimlərin kitablarından bu məsələni geniş şəkildə araşdıra bilərlər ki, belə də olmalıdır. Deyəcəksiniz ki, səni də YouTube'dan dinləyirik çoxumuz. Doğru sözdür. Mən də daxil olmaqla bura, yəni bu internet vaqiəsi gözü bağlı etibar edərək elm öyrənmə yeri deyil. Mənbə zikr etməyənə güvənməyin. Zikr edilən mənbələri yoxlamadan güvənməyin. Mən sizə burada elm vermirəm. Sadəcə elmə təşviq edirəm və elmə yönləndirirəm. Özüm də sizlərlə bərabər hələ yolun başında olan bir tələbə olaraq öyrənirəm. Rəbbim bizləri faydalı elmlə rızıqlandırsın. Rəbbim bizləri xeyrə müvəffəq etsin. Allahümmə əmin. İndi isə qaydaq məsələmizə. Başlayaq Hicrət yurdunun imamı İmam Malik bin Ənəs rahiməhullahdan. Dediyimiz kimi, müasirlərdən bir çoxu tənbəllik və səhlənkarlıq səbəbi ilə namazı tərk edənin təkfir edilməməsi görüşünü İmam Malik rahiməhullahdan nisbət edirlər. Hər nə qədər bu iddianın dayanağını tapmaq istəsəm də, heç bir səhi mənbədən bunu tapa bilmədim. Əksinə, buna müxalif olan və sahabənin sözlərinə müvafiq olan sözlərini tapdım. İmam Malik rahimehullah Muvattasında Rəşidi xəlifə Ömər ibn-Xattabın namazı tərk edənin İslamdan nəsibi yoxdur sözünü nəql etmişdir. Xatırlayırsınızsa, keçən dərslərdə
İmam Malik'in bəzi sözlərini nəql etmişdim. Hansı ki, ondan Ömər bin Xattabın görüşünü tərk edib, İbrahim ən-Nəxainin görüşünü tərcih edən adam haqqında soruşuldu. O da cavabında dedi ki, o kəs tövbəyə çağırılır. İndi isə bir düşünün görək. Bu sözün sahibi necə ola bilər ki, özü Ömər ibn-i Xattabın sözünə müxalifət etsin? Maliki alimlərindən İmam Malikin sözlərini toplayan, hətta Maliklər arasında Kiçik Malik ləqəbi ilə tanınan İbn Əbu Zeyd Əl-Qayravani rahimehullah özünün Ən-Nəvədir və Ziyadətu alə mə fil mudavvanəti min qeyriha minəl ümməhət kitabında İmam Malikdən namazı tərk edən kəsi təkfir etdiyini rəvayət edir. O rəvayət edir ki, Utbiyyədə də keçdiyinə görə İbnül Qasim Malikdən belə nəql etmişdir. Namazı tərk edən kəsə namaz qıl deyilər. Qılarsa nə əla, əks təqdirdə öldürülür. Yenə mən namaz qılmayacam deyən kəs tövbəyə dəvət edilir, namaz qılarsa nə əla, əks halda öldürülür. İbn Əbdülbər Təmhid kitabında 4-cü cild səhifə 231-də belə deyir. Muhammed bin Ali Əl-Bəcəli belə demişdir. Bizə Yunus bin Abdülə'lə bildirdi ki, İbn-i Vəhbi belə deyərkən eşitdim. Malik dedi ki, Allaha iman edən, Rasulları təsdiq edən, lakin namaz qılmaqdan geri duran kəs öldürülər. Xallal Rahiməhullahın Əs-Sünnə kitabında Həsən bin Səvbənin belə dediyi rəvayət edilmişdir. Əbu Abdullahdan, yəni İmam Əhməddən, mən namazın fərz və vacib olduğunu iqrar edən bir möminəm, amma namaz qılmayacam deyən kəs haqqında soruşuldu. Dedi ki, 3 gün ərzində tövbəyə dəvət edilər. Namaz qılarsa nə əla, əks halda öldürülür. Dedim ki, amma Malikdən nəql edildiyinə görə o belə deyib, bir kəs namazı vaxtı çıxana qədər tərk etdisə, ona ya namaz qılarsan, ya da öldürülərsən deyilər. Namaz qılarsa nə əla, əks halda öldürürlər. Dedi ki, yəni İmam Əhməd dedi ki, mənim dəlil aldığım Ömər radiyallahu hədisində mürtəd 3 gün həbs edilir. Burada iki xüsusu diqqətinizə çatdırmaqda fayda var. Birincisi, hər zaman İmam Əhmədi namaz xüsusunda ən sərt görüş sahibi olaraq tanıdırlar. Halbuki gördüyünüz kimi İmam Əhməd 3 gün möhlət verməyə tərcih etdiyi halda İmam Malik dərhal öldürüləcəyi görüşündədir. İkincisi isə ircə görüşünü mənimsəyənlər deyirlər ki, namazı tərk edən dindən çıxmaz, əgər öldürülsə belə zina edən müsəlmanda olduğu kimi hədd cəzası olaraq fasik bir müsəlman olaraq öldürürlər. Lakin İmam Əhmədin və İmam Malikin sözlərindən də göründüyü kimi o kəsə mürtəd hökmü vermişlər və mürtədə qiyas ediblər. Buradan da aydın olur ki, İmam Malikdən bu görüş səhih olaraq rəvayət edilib. Çünki İmam Əhməd bunu rədd etmədi. Yəni, İmam Malikin belə bir görüşü olduğunu rədd etmədi. Sadəcə tövbəyə dəvətin müddəti məsələsində ona müxalifət etmişdir. Dərsin əvvəlində Lələkaynin İtiqad Əhl-i Sünnə kitabından bəhs edərkən, Lələkaynin bu görüş sahiblərini zikr edərkən içərisində İmam Malikin, Şafinin və İmam Əhmədin də adını zikr etdiyini zaten bildirmişdik. İndi isə İmam Muhammed bin İdris Əş-Şafi rahiməhullahın sözlərini zikr edək. İmam Əhməd namazı tərk edəni təkfir etmiş, İmam Şafi isə təkfir etməmişdir deyə məşhur bir sözlər var ki, insanlar arasında yayılıb. Qulaqdan qulağa belə bir söhbətlər yayılıb. Buna baxmayaraq, onlar arasında bir düşmənçilik baş verməmişdir deyirlər. İmam Şafinin namazı tərk edəni təkfir etdiyi Lələkaynin kitabına daha və zikr edildi. Həmçinin Şafinin əshabının böyüklərindən və onu ən yaxşı tanıyanlardan birisi olan Hicri 264-cü ildə vəfat etmiş Əl-Muzəni rahiməhullah Əl-Muxtəsər isimli kitabında bunları deyir. İmam Şafi dedi ki, namazı üzr olmadan vaxtı çıxana qədər tərk edən kəsə, onu səndən başqası qılmayacaq. Namazını qıl. Əgər deyir, namazını qılarsa nə əla, əks halda səndən tövbə etməyini istəyərik. Tövbə etsən nə əla, əks halda səni öldürərik deyilər. Necə ki, kafir olduğu zaman həmin şəxsə iman etsən nə əla, əks halda səni öldürərik dediyimiz kimi. Yenə Muzəni rahiməhullah deyir ki,
Əş-Şafi mürtəd haqqında belə demişdir. Tövbə etməsə 3 gün gözləmədən öldürürlər. Çünki Nəbi sallallahu aleyhi və səlləm dinini tərk edənin boynunu vurun buyurmuşdur. Yenə o, üzr olmadan namazı tərk edəni, imanı tərk edənlə bir tutmuşdur. Beləliklə, onun sözünə görə namazı tərk edən mürtədin hökmündədir. Çünki ona görə, yəni Şəfiyə görə, namazı tərk edən mürtəd kimidir və 3 gün gözlənilməz. Muzaninin sözləri burada bitir. Həmçinin İmam Əhməd bin Həmbəl rahiməhullah duyduğum ən qəribə şeylərdən birisi də odur ki, namazı tərk edənin təkfir etməmə görüşünü İmam Əhmədə nisbət edib, bu görüşü onun məzhəbinin məşhur görüşlərindən saymalarıdır. Halbuki bu imamın namazı tərk edəni təkfir etməsi barədə sözləri olduqca çoxdur və məşhurdur. Məsələn, oğlu Abdullah deyir ki, atamdan namazı tərk edən kəs haqqında soruşdum. Dedi ki, bizə Nəbi sallallahu aleyhi və səlləmdən qul ilə küfr arasında namazın tərki vardır deyə rəvayət olunmuşdur. Həmçinin İmam Əhməddən nəql edilir ki, o belə demişdir. Əməllər arasında namazdan başqa bir şeyin tərkinin küfr olduğunu eşitmədik. Və daha onlarla nəqillər vardır ki, hamısı da bir-birini dəstəkləməkdədir. İstəyənlər İmam Əhmədin sözləri üçün Xallalın kitabına, həmçinin Əhkam-ı Əhlil Milal kitabına və həmçinin dediyimiz kimi adlarını zikr etdiyimiz Təzim-u Qadri Salət kitabına və digər kitablara baxa bilərlər. Bu nəql etdiyim sözlər 4 məzhəb alimi deyə bilinənlərdən 3-ünün görüşləri idi. Hər nə qədər əksi də var deyə iddia edilsə də, bir-birini dəstəkləyən görüşlər, tələbələrinin onlardan nəql etdikləri bizə əsas verir ki, onların tərcih etdikləri görüş olaraq sizə nəql etdiyimiz görüşləri bəyan edək. Allahdan bizi haqq olana müvəffəq etməsini diləyirik. Adəm oğlu xətakardır, bu səbəblə də xətalar bizdən, haqq isə aləmlərin Rəbbi olan Allahdandır. Biz dinimizi öyrənərkən və araşdırarkən bu dəlilləri əldə edə bildik. Sahabədən bunları öyrəndik. Tabiindən bunları eşitdik. İmamlardan da onlardan əvvəlkilərin sözlərinə müvafiq olanları əsas aldıq. Qaldı ki, 4 məzhəbə. Deyəcəksiniz ki, əgər 4 məzhəbdirsə, niyə bunlardan yalnızca 3-ünü zikr etdin? Buna cavab olaraq deyirəm ki, Əbu Hənifə haqqında Allah izin verərsə növbəti dərsdə danışacağam. Və Əbu Hənifə haqqında sadəcə namazın tərki məsələsindən deyil, eyni ilə Əbu Hənifənin ümum olaraq etiqadı barədə daha təfsilatlı şəkildə danışacağam ki, biz nəyə görə onun görüşlərini zikr etmirik və tərcih etdiyimiz görüşlər arasında nəyə görə Əbu Hənifənin adını çəkmirik. Allahdan diləyirəm ki, bu dərsləri bizlər üçün axar sədəqə olan, sədəqətül cariyə olan əməllərdən etsin. Allah Əzə və Cəllə çalışdığımız bu məsələlərdə bizləri ixlaslı etsin. İxlaslı olan əməllər olaraq bunları bizdən qəbul etsin. Bizləri xeyrə müvəffəq etsin. Bu səbəblə günahlarımızı bağışlasın və öz rəhməti ilə əməllərimizi islah etsin. Subhanəkəllahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və tubu ileyk.